Today I am old. 100 years older than yesterday. Şöhrə Ağdaşlı Oskara nominasiya edilmiş filmin ulduzudur. O özünə daha yüngül rol seçə bilərdi. Ancaq ona Süreyyanın daşqalaq olunması filmində yer almaq təklif ediləndə o tərəddüd etmədi. Mən əsl daşqalağı video yazıda gördükdən sonra bir feminist, bir aktivist kimi bu mövzunu qabartmaq, işıqlandırmaq istədim. Süreyyanın daşqalaq olunması filmində rolları əsasən fars aktyorlar ifa edir. Film qadın əri tərəfindən irəli sürülən xəyanət iddiamlarından bəhs edən kitaba əsaslanıb. Buna cavab olaraq kəndlilər qadını daşqalaq edərək öldürür. Ağdaşlı filmdə Süreyyanın xalası və ana əvəzi rolunda çəkilən Zəhranı oynayır. Zəhra var gücü ilə daşqalağın qarşısını almağa çalışsa da bir şey edə bilmir. Sonra o ağlına gələn yeganə bir işi görür. Sirius Növrəs də filmin direktorudur. O bacısı qızına söz verir ki, bu reallığı bütün dünyaya danışacaq və indi o baş verənləri dünyaya danışır. O bu şansı bir əcnəbi kəndə gələn zaman əldə edir. Jurnalist kəndə tam təsadüf nəticəsində gəlir və qadın ürəyini ona boşaldır. Zəhra bacısı qızının başına gələnləri əcnəbiyə nəql edir. Ağdaşlı inanır ki, Süreyyanın hekayəti iki səbəbdən önəmlidir. Biz dünyaya çatdırmalıyıq ki, daşqalağın Quranla heç bir əlaqəsi yoxdur. Quranda belə bir şey yazılmır. Bu, səssiz dura bilməyən insanlar haqdadır. Bu, daşqalaq edilən qadın haqda deyil. Film səsinin boğulmasını qəbul etməyən qadından bəhs edir. Süreyyanın daşqalaq olunması filminin tənqidçiləri də var. Onlardan biri Amnesty International'ın ABŞ təmsilçisi Eliza Auerbach'dır. Onun etirazının səbəbi filmin bu problemi yalnız xarici müdaxilə ilə həll etməyə mümkünlüyü barədə mesajıdır. İranlılar özləri ölkədə daşqalağa qarşı hərəkət başladıb. Onların kampaniyasının adı Daşqalağa ömürlük sondur və bu əsasən Şadi Sədr kimi qadınların haqlarını müdafiəçilər tərəfindən təşkil edilib. Tənqidə baxmayaraq Şöhrə Ağdaşlı deyir ki, filmin bir çox səhnələri güclü reaksiyaya səbəb olub. Ssenarinin İranı əhatə etməsinə baxmayaraq qadınların və bəzən də kişilərin daşqalaq edilməsi halları Əfqanistan, Pakistan, Efiopiya, Somali və Birləşmiş Ərəb Əmirliklərində də qeydə alınır. 2002-ci ildə İranda daşqalağa qadağa qoyulmasına baxmayaraq Eliza Auerbach deyir ki, hələ də ölkədə gizli də olsa bu praktika həyata keçirilir. Süreyyanın daşqalaq olması filminin yaxın zamanda beynəlxalq yayıma buraxılacağı gözlənilir. Vaşinqtondan Emil Quliyev, Amerikanın səsi.